Bu maskanı etməzdən əvvəl qapının açarını mütləq gizlədin. Çünki yoldaşınız sizi evdən buraxmayacaq. Sizin dərinizə paxıllığı tutacaq. Ətrafdakılara qarşı da qısqanclığı. Onun acığına maskanı edin. Elə onun özünü evdə açarla bağlayın. Özünüz isə rəfiqələrinə gedin, gezin. Bu gözəlliyi evdə oturub gizlətməyin. Bu maska dərinin tonusunu qaldırır, xırda qırışları açır, çox yaxşı nəmləndirir və ləkələri də açır. Maska üçün çay qaşığı jelatinini isti suda əridir. Jelatin dəri turqarını artırır və dərini xamar edir. Qara nöqtələri təmizləyir. Üstünə bir çay qaşığı qardalı nişastasını da əlavə edirik. Nişasta dəri rəngini, ləkələri açmağa kömək edir. Qarışdırıb bir çay qaşığı üdülmüş yulafı əlavə edirik. Yulaf dəri baryerini gücləndirir, bərpa edir, nəmləndirir. Dərini daha yumşaq və hamar edir. Sızanaq və yaraların tez sağalmasına kömək edir. Sonra üstünə əsas ingredient düyü südü toniki əlavə edirik. Əgər sizdə düyü südü toniki yoxdursa, düyünü biraz qaynadıb onun suyunu əlavə etmək olar. Bir xörək qaşığı. Ancaq bu toniki əlavə etsəz çox yaxşı olar. Çünki bu tonikin tərkibində propilen, butilen, pentilin, glikol, gliserin, hialuron turşusunun müxtəlif formaları, qarpız ekstraktı kimi çox güclü dəriyə nəmləndirmə və paralılıq verən və niasinamid düyü südü kimi ağardacı komponentlər var. Bu tonik dərini xamar, sıx, nəmli və parlaq edir. Mən onu həm də makiyaj altı baza kimi də istifadə edirəm. Üstünə makiyaj ideal oturur. Bankası da yarı boşdur artıq. Mən bu toniki hər gün istifadə edirəm. Linkini həmişəki kimi Instagramda storydə paylaşacağam. Maskanı 20 dəqiqə saxlayıb isti su ilə yuyun. Dəriniz bahalı kosmetoloji prosedurdan sonraki kimi olacaq.